Salam kanalımın dəyərli xanımları. Yeni vloqa xoş gəlmisiniz. Yazırsınız, maraqlanırsınız. Buna görə sizə təşəkkür edirəm. Mən yaxşıyam, sadəcə olaraq başım çox qarışıqdır deyənə neçə gündür vloq paylaşa bilmirəm. Əslində bu vloqda bir neçə gün bundan öncə çəkilib, amma ki heç cür vaxt ayırıb montaj edib paylaşa bilmirdim. Başımın qarışıq olmağının səbəbini də ki, yəqin ki növbəti vloqda deyərəm. Bu vloqda da bugünkü günümü bütünlüklə işə həsr eləmişəm. Öncə yeməyi bişirdim, sonra yayğı qış paltarlarını dəyişdim. Sonra bir neçə sirmə var idi ki, yığışdırmalıydım, onları yığışdırdım. Düzdür, gördüyüm bütün işin hamısını çəkə bilməsəm də, nəyi bacarmışamsa çəkib siz üçün də paylaşıram. Açdım ki, marazelnika görüm nə var, nə yox. Gördüm toyuqdan başqa heç nə yoxdur. Bunu yanlış anlamayın. Özüm bilərəkdən evə heç nə almıram. Marazelnika dərindən yuyub təmizləmək istəyirəm. Buna görə də 3-4 saat tokdan ayırıb qoyuram ki, yaxşıca buzu ərisin, sonra qəşəng təmizləyə biləm. İnşallah onu da birlikdə təmizləyərik. Artıq günortadır, tamirlanı yatırtmışam. İstəyirəm ki, indi şifanerdə yayqış paltarlarını dəyişim. Yayqış paltarlarını dəyişmək mənim o qədər xoşuma gəlir ki, mən qışı qətiyyən sevmirəm. Yay paltarlarını bura qattalayıb düzmək mənə olduqca zövq verir. Qışda üst-üstə geyinmək, qalın-qalın paltarlarla gəzmək, şifanerdə həddindən artıq yer tutmaq mənim üçün o qədər yorucu olur ki, bilirəm ki, çox insan qışı xoşlayır, amma mən tam əksinə günəşli havanı, isli havanı çox xoşlayıram. Həm də ki, yay paltarlarını istədiyim kimi qattalayıram, səliqə ilə üst-üstə düzüb şifanerə yerləşdirə bilirəm. Amma qış paltarları o qədər qalın olur ki, üst-üstə də qoyanda kobud görsənir. Mənim də şifanerim balaca olduğuna görə qalın paltarları düşürdəndə çantalara yer olmur. Amma indi qış paltarlarını yığışdırdım deyənə çantaları rahat-rahat yerləşdirdim. Əslində çox istəyərdim ki, paltarları rənglərinə görə qattalayıb düzüm, amma bu elə də mümkün olmur. Çünki elə koftalar var ki, oversize'dır, elə kofta da var ki, Britaniyadır. Onları da qattalayan zaman formaları biri yığcam olur, biri də ki, enli olur. Sırf bu səbəbdən də rənglərinə uyğun qattalayıb qoya bilmirəm. Amma çox istəyərdim ki, ağlar, qaralar, rənglilər fərqli yerlərdə olsun. Boy fərqlərinə görə məcbur oluram ki, qarışdırıram. Çünki xoşuma gəlir ki, paltarlar eyni qaydada qattalansınlar. Yığışdırıb bitirdikdən sonra da istədiyim kimi səliqə yaradanda elə gedirəm, gəlirəm, yığışdırdığıma baxıram. Bu mənə olduqca zövq verir. Bəlkə kimi üçünsə gülməli gələr, amma bu mənim üçün belədir. Hər hansı yığışdırıramsa, bu mənə xoş gəlirsə, tez-tez keçirəm, yığışdırdığım yerə baxıram. Mən başa düşürəm, bilirəm, bir çoxlarınız deyəcəksiniz ki, bu nə danışır, amma onu da bilirəm ki, mənim kimi insanlar çoxdur. Məsələn, mənim üçün ev tör-töküntü ola bilər. Çünki uşaqlı evdir, uşaq durmadan dağıdır, tökür. Amma şifanerin düzəni, sirmələrin düzəni, şkafların daxili, buralar köçən zaman mən ciddi narahat oluram. Elə bilirəm ki, bütün ev köçür. Sadaladığım yerlər təmiz olanda mənim üçün evin tör-tökününün bir o qədər önəmi olmur. Düşünürəm ki, tör-tökünü hər an yığışdıra bilərəm. Amma şkaflardır, sirmələrdir, şifanerdir mənim üçün belə deyil. Daima düzənli olmalıdır. Mən sirməni açan zaman o səliqəni, düzəni görməliyəm. İstədiyimi istədiyim zaman tapa bilməliyəm. Məncə bunun ən gözəl faydası bilirsiniz nədir? Bəzən olub mən başqa yerlərdə görmüşəm, müşahidə eləmişəm ki, evdə nəyisə harasa qoyurlar
və onu tapa bilmirlər. Axtarılır, tapa bilmirlər və bunun üstündə mübahisə düşür. Hər zaman belə düşünmüşəm ki, bunun bariz səbəbi düzənin olmamasıdır. Əgər evdə hər bir əşyanın öz yeri olsa, axtardığımız əşyanı da əlimizlə qoymuş kimi taparıq. Belə hallara görə də evdə düzən çox-çox önəmlidir. Düzdür, mən indi bunu sizi üçün çəkmirəm, amma zamanı gələndə çəkib göstərəcəm ki, görəcəksiniz ki, mən kaladovkanı da necə saxlayıram. Misal üçün, mən hər zaman evə düyü alan zaman qablardakı düyüdən alıram. Düyünü torbada da satırlar, amma mən heç vaxt onu almıram, qablardakını alıram. Və hər zaman diqqət edirəm ki, qapaqları eyni rəng olsun. Bu qablara mən yığıram mıxları, şurupları, boltdur, atverkalardır, açarlardır, müxtəlif alətləri bu qablara yığa bilirəm. O qədər gözəl düzənli görsənir ki, həm də qabın özü şəffafdır, axtardığımı rahatçılıqla tapa bilirəm. Misal üçün, beton mıxlarını bir qaba yığıram, şurupları digər qaba və təbii ki, bunlar razmerləndir. Düşünürəm ki, mən kaladovkada istifadə etmək üçün qablara niyə pul verməliyəm ki? Elə ən gözəli düyü qablarıdır. Həm düyünü alıb işlədirəm, həm də ki, qablarından düzənləyici kimi istifadə edirəm. Bizim kaladovkamız evin önündədir və çox balacadır. Kaladovkanın daxilində də ki, iri polkalar var. Koridorda bundan öncə işlətdiyim şkaf var. Bu səbəbdən də yer dar olduğuna görə orada vlog çəkə bilmirəm. Amma yoldaşım gələndə oranı mənim üçün düzəldəcək. O şkafı oradan ləğv edib, piçimnutkadır, belə əşyaları oradan ləğv edib. Yer açandan sonra orada sizin üçün vloqlar çəkərəm. Hal-hazırda mümkün olmur, çünki tripodu belə qoymağa yer yoxdur. Və xanımlar, bundan sonraki vloqu çox çalışacağam ki, gecikdirməyim. Hətta 1-2 günə yəqin ki, paylaşım edərəm. Çünki sizinlə birlikdə hazırlaşmaq istəyirəm. Əvvəl düşündüm ki, hər şeyi həll edərəm, sonra sizinlə bölüşərəm. Amma sonra düşünürəm ki, səhv edirəm, əksinə sizinlə birlikdə hazırlaşmalıyam. Buna görə də bu vloqun ardınca yəqin ki, 1-2 günə digər vloqu paylaşaram. Baxın xanımlar, şifaneri hələlik belə düzənlədim. Bildiyiniz kimi mənim şifanerimin daxili çox dərindir. Bu gördüyünüz futbolkaların arxasında, hətta iki tərəfində də futbolkalar və evdə geyindiyim lasinlər var. Qattalayıb, düzənləyib qoyduqlarımın hamısı evdə geyindiyim paltarlardır. Buradan da 3-4 dənə paltar ayırıb ehtiyacı olanlara qoymuşam. Amma az olduğuna görə hələ heç kimə vermirəm. Biraz yığım, bir dəfəlik verərəm. İndi keçirəm corabları qatdalamağa. Məni köhnə kanalımdan izləyən xanımlar artıq bilir ki, mən corablara çox önəm verirəm. Corabları deyəndə ki, xanımlar, ayaqların təmizliyinə. Bu arada bunu da qeyd edim ki, artıq Tamerlan oyanıb. Mən burada iş görürdüm deyənə biraz səs-küyümdən tez oyandı. Deməli, xanımlar, mən hər bazarlığa gedəndə mütləq və mütləq bir corab belə olsa özüm üçün almalıyam. Nəinki özüm üçün, həm uşaqlara, həm də yoldaşıma alırdım. Düzdür, indi yoldaşım burada yoxdur deyənə tək uşaqlarla özümə alıram. Çox corab almağımın səbəbi də budur ki, bir gündə 2-3 dəfə corab dəyişirəm. Əgər qışdırsa, ayağımda ayaqqabı varsa, qızımı məktəbə aparıram, evə gələn kimi sırazı corabları dəyişirəm. Elə bunun özü gündə 2 dəfə edir. Bir gün orta, bir axşam. Heç xoşlamıram ki, ayaqdan qoxu gəlsin. Belə insanlar mənə qətiyyən çatmır. Ayaqdan qoxunun gəlməməsinə görə xüsusi spreylər var, xüsusi kremlər var. Alırsan, ayağa çəkirsən və ayaqdan qoxu gəlmir. Keçən dəfə poçta getmişdim və bir xanımla qızı gəldi. Bunlardan o qədər dəhşətli dərəcədə pis qoxu gəlirdi ki, təsəvvür edin ki, mən orada dayana bilmədim. Çıxdım, gəldim evə və səhərsi gün təzdən getdim. Poçta olanların hamısı onların qoxusundan narahat olurdu. Mənim bu dediyimi yanlış anlaya bilərsiniz. Düşünə bilərsiniz ki, bəlkə evində hamam yoxdur, bəlkə imkanı yoxdur. Amma mənə elə gəlir ki, elə deyil. Çünki qadın tam bəzənmiş, özünə baxan, qızı da həmçinin, forsları yerə göyə sığmır. Amma təmizlikləri sıfır. Mənim bu dediklərimi yanlış anlaya bilərsiniz. Hər kəsin öz fikri var. Öz adımdan deyirəm ki, bu cür insanlar mənə çatmır. İndiki devirdə hər şərait var, hər şeydə əl çatandır. Əgər bir Rexona almağa imkan yoxdursa, Teymurov pastada almaq olar. Keçmiş devirlərdə bəyəm Rexona var idi. Hər kəs Teymurov pastadan istifadə edirdi. Düzdür, bu tərs söhbətləri danışmağa adam çəkinir. Çünki hər kəsin bir düşüncəsi olur, hər kəsdə fərqli
reaksiyalar verir. Sadəcə mən öz düşüncəmi deyirəm ki, təmizlik pulla deyil. İnsan istəyərsə hər şərtdə, hər şəraitdə təmiz ola bilər. Və xanımlar, keçirəm plastinanı dəyişməyə. Gördüyünüz kimi plastinanı mən döşəyə iynələmişəm. Bu yorğan iynəsidir. Mən bunu plastinaya da vururam ki, sürüşməsin, döşəkdə sabit qalsın. Bu iynələri də ki, mənə bir izləyicim demişdi. Düz adını da unutmuşam, amma buradan xanıma təşəkkür edirəm. Çox əlimdən tutur, həddindən artıq rahat imiş. Yatan zaman plastinalar döşəyin altından çıxır, sürüşür. Hətta uşaqlı evdə uşaq atlana bilir döşəyin üzərində. Bu iynələrin sayəsində plastina heç yana tərpənmir. Necə salıramsa, elə də yığıram. Mən 1 manatlıq mağazindən alıram, 4 ədədi 1 manata. Artıq yorğana da bunlardan istifadə edirəm, döşəyə də istifadə edirəm. Çox faydalı iynələr imiş. Xanımlar, mənim döşəyimə bir dənə diqqət yetirin. Hər iki tərəfi yaprıqı, amma ortası gömbul qalıb. Bunu bilmirəm neyniyim. Mənə elə gəlir ki, bunu təzədən açmaq lazımdır, yununu çırpmaq lazımdır, sonra təzədən sırmaq lazımdır. Bu da çox məşaqqətli bir işdir. Yəqin ki, bunu bir xanım taparam, verərəm, düzəltdirərəm. Çünki belə çox pis görsənir, ortası gömbuldur, qıraqları yaprıqmış. Əslində bu döşəyi heç qətiyyən sevmirəm. Sadəcə olaraq plastinanı salan zaman keçirdirəm döşəyin altına, sonra iynələyirəm, qalır sabit. Düşünürəm bu döşək olmasa plastina oynayar, nə qədər iynə vursam da pis görsənər. Yenə iynə döşəyin altında qalır, heç görsənmir də. Və ən salamatı verərəm, bu döşəyi yenidən sırıtdıraram. Özü də o qədər ağırdır ki, əvvəllər bu döşək çox pışlı idi, gömbul idi. Get-gedə bu cür yaprıxıb. Sadəcə olaraq kimə verim sırıtdırım, hələ onu bilmirəm. Əgər məni tanıyanlardan, yaxın çevrəmdən bu işi görən kimsə varsa, mütləq mənə yazsın, verim düzəltdirim.
Xanımlar, bu şifanerin üzərini silmək o qədər çətindir ki, hələ bu digər qismi lap çətindir. Səbəbi də odur ki, digər qismdə ayaq qoyduğum hissə şifanerin iç tərəfindədir. Bu da o deməkdir ki, çıxıram ki, şifaneri silim, ayaq tərəfim şifanerin içində qalır, yuxarı hissə isə düzü arxaya tərəf qalır. Təsəvvür etsəz nə demək istədiyimi anlayarsınız. Belə də olanda silmək o qədər çətinləşir ki, yuxarıda özümü güclə saxlayıram. Şifanerin yuxarısında isə nazik dəmirlər var. Oradan şifanerin qapısının reysləri gedir. O da ayrıca insanın əlini kəsir. Beləliklə mən şifanerin üzərini ildə 2 dəfə silə bilirəm. Yalnız yay-qış paltarlarını dəyişəndə. Bu tərəfə isə vapşı boyum çatmır. Yalnız bu mopla təmizləyə bilirəm. Mopla təmizləsəm də təmizliyinə arxayın oluram. Çünki sadəcə üzərində yüngül tozlar olur. Xanımlar, bu qutuların belə balaca olduğuna baxmayın. O qədər ağırdılar ki, əvvəllər bunları yoldaşım qaldırıb qoyurdu yuxarı. İndi özü yoxdur deyənə məcburam ki, mən qaldırım. Güclə axır ki, bir təhər qaldırıb qoyuram yerinə. Qaldırandan sonra aşağı düşüb görürəm ki, qapaqları yaxşı bağlanmayıb. Amma çox yorulduğuma görə yenidən çıxıb düzəliş eləmədim. Elə necə var idisə qoydum qaldılar. Bu sandıqçaları da ki, illərdir işlədirəm deyənə artıq əzilib büzülüblər. Gələcəkdə daha bərkini almaq istəyirəm. Bəlkə də heç sandıqça almaram, gələcəkdə patolka kimi şkaf yığdıraram. Gələcəkdə də dediyim yoldaşım gələndən sonra. Artıq şifaneri tamam bitirdim. Digər qismində yığışdırdım, amma onu çəkmədim, çünki vlog çox uzun olur. İndi keçmişəm paltarlara qattalamağa. Ütülənəsi olduqlarını ayırıram qırağa. Hansı ki ev paltarlarıdır, onları qattalayıb qoyuram şifanerə. Amma ev paltarı olmağına baxmayaraq elə koftalar var ki, onları da ütüləyib qoyuram. Ümumilikdə isə çox vaxt ev paltarlarını ütüləmirəm. Amma bayra geyiniləcək paltarların hamısını ütüləyirəm.
Bilirəm ki, bir çox evlər belədir. Hər gün paltarlar zivədən yığılır, ya kravatın üzərinə atılır, ya da komodun. Eynilə bizdə də belədir. Çalışıram ki, hər axşam yatmamışdan öncə onları qatdalayım, yerber eləyim. Amma elə də olur ki, gün içində yorğun olduğuma görə paltarlar səhərə də qalır. Özümü məcbur edirəm ki, bu işi hər gün görüm, çünki hər gün, hətta gündə 2 dəfə paltarlar yuyulur deyənə, əgər qatdalayıb yerləşdirməsəm, dağ boyda olur, sonra adam baxır paltarların çoxluğuna və yerber eləməyə həvəsdən düşür. Sırf buna görə də çalışıram ki, hər gün qatdalayım, yığım yerinə. Bizdə qışda hər gün bir dəfə də olsa paltarlar yuyulur. İndi təsəvvür edin ki, yaydır. Gündə 2 dəfə, 3 dəfə maşınka işləyir. Səhər zivəyə paltarları sərirəm, axşama yaxın yığıram və digər paltarları sərirəm. Beləliklə paltar döngüsü bitmir ki, bitmir. Təsəvvür edin ki, xanımlar, Tamerlandan öncə hətta corabları belə ütülüyürdüm. Amma gün içində o qədər iş olur ki, nəinki corabları, hətta bəzi ev paltarlarını heç ütüləmirəm belə. Əsas hansı geyimlərdirsə, üst geyimləri, onları ütüləyirəm, yığıram yerinə. Xanımlar, keçirəm kaşlyokların olduğu sirməni yığışdırmağa. Burada da mənə elə gəlir ki, həddindən artıq kaşlyok var. Ona görə də yarısını ayırıram sizə verməyə, yarısını da düzənləyib qoyacağam yerinə. Həm yığışdırım, həm də ki sizə göstərim. Siz demişdiniz ki, yığışdıranda mütləq bizə də göstər.
Baxın xanımlar, bunları ayırmışam sizə göndərmək üçün. Bu belə bir kosmetiçkadır. Karandaşları, pomadaları, tuşları qoymaq üçün yeri var. İçindəki kaşlyokdakı cırt-cırtlandı çıxır, istədiyiniz yerə apara bilərsiniz. İçi dolanda da ki, belə balaca sumuçka kimi olur. Demək olar ki, heç istifadə eləməmişəm. Bu da ki, pul kaşlyokudur. Çox az istifadə eləmişəm. Kaşlyokum çox olduğuna görə ona ehtiyac olmuyor. Bunu da ki, yəqin ki, qızıma verərəm, çünki açar yerinin dəmiri sındığına görə sancaq taxmışam. Bu isə xanımlar Louis Vuitton markasının pattelka kaşlyokudur. Gördüyünüz kimi istifadə etmədiyimə baxmayaraq kaşlyokun iç tərəfində kənarları bu cür çatlayır. Amma atmağa heyfim gəlir. Çünki qiyməti baha idi. Onu kənara qoyuram. Əgər istəyən olsa verərəm. İstəyən olmasa ataram gedər. Bu göstərdiyim də yenə də kosmetiçkadır. Kosmetiçka deyəndə ki, xanımlar, bunu mən özüm tikmişdim. Kaşlyoka pomada, tonalni, yəni əşyalarınızı yığandan sonra gömbul olur və şirin görsənir. Atmağa da heyfim gəlir. Çünki özəl işimdir, ona görə verəcəm sizə. Bu isə xanımlar mini çanta kimi həm telefon qoymaq olur, həm də ki kaşlyokdur. İpi olduğuna görə taxırsınız boynunuzdan, olur sumka. Mənim telefonum enli olduğuna görə bura sığışmır. Ona görə də bunu da verirəm sizə gedir. Amma qətiyyən istifadə eləməmişəm. Bu kosmetikaları da qoymuşam sizə. Burada qətiyyən istifadə etmədiyim təptəzə pomadalar var və highlighter naboru. Bu gördüyünüz elə gözəl highlighterdır ki, pigmentasiyası yüksək. Bu pomadalar da demək olar ki, təptəzədir. Amma bu vloqda sizə az göstərmişəm. Siz üçün yığdığım kosmetika vasitələri digər otaqdadır, qızımın otağında. Növbəti vloqlarda göstərərəm. Bunları qoyuram kənara, biraz yığım, çox olandan sonra aranızdan birini seçib göndərəcəm sizə. Məni xatırlayaraq istifadə edərsiniz. Və xanımlar, mən burada sizi ilə sağollaşıram. Əslində sağollaşıram, gedirəm növbəti vloqu çəkməyə. Növbəti vloqu tam bugündən başlayıram çəkməyə. Mənə elə gəlir ki, bir neçə gün davam edəcək. Çünki bir gün ora gedirəm, bir gün bura gedirəm. Bu sırf hazırlıq vloqu olacaq. Bu komutun da üzərində gördüyünüz bütün kaşlyokları siz üçün ayırıram. Axıra kimi mənə baxdığınıza görə sizə təşəkkür edirəm. Əgər abunə deyilsinizsə, abunə olmağınızı xahiş edirəm. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın.